möhtəşəm mənzərədir. Bu Uraldır, Cimcimatdan gəlir. Avtobus. Adın nədir sənin? Hə? Vur bura. Görüşərik. Gəlmişəm Cımcıma avtobusdan minərəkdən görüb göstərim içini. Əgər siz də brendinizin, şirkətinizin və mənimlə əməkdaşlıq edə bilərsiniz, səfərlərimə dəstək olmaq istəyən markalar mənə Instagramda hesab bilərlər. Sizin brendiniz yalnız videolarımda deyil, üzərimdəki köynəkdə, qolbaqda, kepkada, papaqda və hətta çantamda da görünə bilər. Brendinizi səyahətlərin boyunca minlərlə izləyiciyə çatdıra bilərik. Əməkdaşlıq üçün Instagramda Travel hesabına DM-dən yaza bilərsiniz. Brendinizi birlikdə daha böyük auditoriyaya çatdıraq. İçi belədir. Yəni bunun içində kənd əhalisi öz yüklərini aparır. Sonra bütün bazarlıqlarını edirlər, hamısını yığırlar bu avtobusun içinə və kəndə doğru yol alırlar. Bir gündən bir gedir Cımcımağa bu maşın. Bir dəfə olur gündə. Saat 4-ün yarısı gedir. Salam da nətər? Saat 4-ün yarısı. Sabahsı gün saat 8-də qayıdır Zəfərtalan mərkəzinə. Maraqlı yolculuq olacaq. Gedək, görək başımıza nə işlər, maraqlı yolculuq olacaq. Siz də mütləq videonu bəyənin, şərhlərdə öz fikrinizi bildirin və kanala abunə olun. Mən qabaqdan inmək istəyirdim, qabaq yer yoxdur. Ortaya bilmirəm. Mən video necə çəkəcəm? Dedi kəlləsinə dəymək. Keçdim maşında qabağı hissəyə, yolu rahat çəkmək üçün. Burada rahat görsənəcək ki, arxa tərəf sıx idi, rahat çəkmək olmalı. Gəlişin çəkilişdən. Sizdə düşsə var, qadın. Düşə bilərsiniz qadıda, çəkin. Yox, işləmişsiniz. Düz yolumuz Cımcımağadır. 2 saat var hə? 2 saat yarımıza çatarıq. Buradan önce şey başlayırlar. Yollar. O hansı kənd köprüsü? Ləskər. Bura hamısı su olub o şey basanda. Nə su vardı burada? Bax çay demə. Mən bayaq çəkən çay bu çayın suyu. Bura hamısı dəniz kimi idi. Nə su gedir bu çay? Ha? O çayın adı nədir? Böyük çay. Ufaq çay deyil amma böyük çay. Ufaq çay, bəli. Müjdatdır. Bu da məşhurdur, tanınmışdır. Sabunçu kimi. Sabunçu deyirlər. Mən də elə bilirəm ki, Bakıdakı sabunçu. Deyirəm.
Orada çay yoktur ya, çay keçdi. Var yenə var. Ha. Biz eve böyle gidelim. Hələ belə gedirik. Bu kendi girip küçük cemaati Ha bu devlet kendi olmasına bakmayarak, bazı kendi olmasına bakmayarak bizim şahidimiz, kız şahidimiz var. 40 şəhidi var bu kəndin Evet, bağlı. kız şahidimiz var. Kahraman, askerde vuruşun muharebede. Allah rəhmət eləsin hamısına. Onların sayəsində torpaqlarımız azad oldu işğaldan. Allah hamısına rəhmət eləsin. Balaca Oğlanlar da kızlar da mərd olurlar. nerede, koçaktılar. Mərd döyüşən, vətənini sevən, qoruyan. Bu indi hansı kənd idi bu? Sabuncu. Sabunçu kəndi girişidir. O da ekstraktör işliydi orada. Yol açı. Dostlar indi maşınımız keçir. Ha. Bu qarşıdan cımcımaqdır ha ora. Maşından, avtobusdan 2 dənədir. Biri Uraldı, biri Kamaz. Digər qarşı tərəfdən gələn Ural. Möhtəşəm mənzərədir. Buradadır. Bu digər avtobusdur. Bu gəlir, kənddən bəri başa gəlir. Bu Uraldır. Cimcimatdan gəlir. Avtobus. Nereden bir şey oldu mu çıkmışlar lan? Aa, buradan çıkmış. Su gürdür, büyücü sudur. Bu çayın adı nədir? Katekdir bu. Çayın adı. Çay mı? Çay adı yok. Çay. Binli çay gibi. Ha. Bak, öyle bir şey yok. Güclü axır çayın.
yavaş geç. Geç yavaş yavaş. Geçebileceğim. Karşıda gördüğümüz yer Cımcımaq kəndidir. Yanıqlar 1, 2, 3, 4. Elə bir düzüblər. Yan. Oralar yaylaqlardır. Oradan tərəfdə Dağıstan. Bu dağ, hemen dağ. Dağıstan sənəti. Qoz ağacı, fındıq ağacı. Gəlmişik Cımcımaq kəndinin mərkəzində. Buradan da gedirik sonuncu dayanacağımıza. Möhtəşəm video, dostlar. Videonu bəyənin, şərh edin və kanala abunə olun. Gəl aslında. Fındık balı. Nasıl orada bakalım. Allah sağ olsun. Evi de Aynen evi. Ne verlerdi. Koçum verim, veririm, şu veririm. Ya.
Götürsən. Allah tamam. Ona götürərsən də. Yes. Adın nədir sənin? Hə? Vur bura. Görüşərik. Recep maraqlı gəl. Daha dostlar. Salam aleyküm. Salam. Burada da dostlar tez-tez turistlər gəlir, ondan sonra qonaqları, yəni buranın tez-tez olur bu kəndə. Yuxarı gedirik. Maşın hər gün gəlir kəndə, insanlar burada yüklərini də gəlirlər, ətrafda mağazalarına görə ərzaqlarını, digər lazım olan əşyalarını şəhər mərkəzinə alırlar, gətirirlər cimrilər kəndinə. Yeşikləridir. Dostlar, çox maraqlı yerdir də, yəni bu Cımcımaq kəndi. Ekstremal yolla gəlirsən, sonra gözəl təbiəti var. Amma buradakı insanların neçə qədər cəmaatının çox gözəl fəlsəfələr, çox mehribandır, çox səmimidir, çox gözəl insanlardır həqiqətən. Buna görə təşəkkür edirəm hər birinizə. Heç Azərbaycanın çox səmimi insanlardır, Zaqatalonlar. Əla bir yerdir həqiqətən, məsləhət görürəm. Bu avtobus öyle ki kənd əhalisinin misal üçün nəyə ehtiyacı yoxdur. Həm onlar bu avtobusa yığırlar, öz gündəlik tələbat vasitələrini kəndə gətirirlər bu avtobusla. Gündə 2 dəfə bu avtobus hərəkətdə olur. İlk dostlar, Cımcımaq kəndində. İndi vallahi yox. Gəlmişik Zaqatalanın Cımcımaq kəndinə. Burada adı nədir qardaşlar? Kamran. Kamran qardaş bizi evində qonaq eləyəcəkdi. Bura çox gözəl təbiəti var buranın həqiqətən də. Bunlar lobya payalarıdır, lobyadır. Yəni insanlar burada əkir, becərir. Fındıq ağaçları öz şəraitlərini qurublar. Yəni ki bir gün qalacağıq burada, gecələyəcəyik, sabah səhər tezdən inşallah qayıdacağıq Bakıya. Burada 3 sırada gəldik. Belə gözəl bağçası, həyəti var. Acayipler çay içəcəyik. Telefon bugün xarab oldu ha? Telefon. Bu məktəbidir, değil mi? 5 dəqiqə müsahibə verdi bu kişilərə bir. Danışdırsın. Mən danışamam. Niyə ükant haqqında bir... Mən danış, cavan oğlan. Mən Niyə bacardın? Mən ağzını Burası məscididir. Kəndin məscididir. Burada neçə ailə yaşayır? burada 60 təsərrüfat. 60 təsərrüfat. Öyle değil danışın, 60 təsəvvüratdır. Burada əsas zaman təsərrüfatla məşğuldur da. Arıçılıqla. Arıçılıqla məşğuldur, ondan sonra əkinçiliklə məşğuldur. Və burada çoxlu cökə ağacları var. Cökə meşəsidir. Şabalıt, qoz, fındıq.
Şabab sahələrimiz o üzdədir. Bu tərəf şabalı sahələrdir, meşələrdə bitir. Bura cökər deyəsən. Budur cökəli qabağındakı. Bu cökər ağacıdır. Bunda qəşəng balı olur. Qəşəngcə super. Ən şeyli bal bu cökədə olur. Cökədə çox olur qəşəng. Cökə balığı da birinci gündə. Birinci yöndə, hə. Sonra şabalık var, qara tikan var, Qara tikan balı. dağıltı var. Bu çoxsu indi Bakıda da bal satılanda deyirlər ki, Zaqatalanda cökə yoxdur deyirlər. Amma Zaqatalanın hər yeri cökədir. Mən bütün parkları, meşələri, Gördüyün o sarı ağaçlar var, hamısı. onların hamısı. Hamısı cökədir bax. Ora yaylaqdır da. Orada mal-qara saxlanılır. Qoyun orada olur, mal bu yüzdə olur, bu dağlı olur. Fərqi var onun qoyun. Qoyun ana Bu dərədən axır da sel. bizim gəzdiyimizdə də şailə yaxşıdır. Bu tərəfdə çaylar. Sel gələndə bir yana keçə bilmir. Qalırlar orada. 3-4 gün qalırlar orada. Çünki bataqlıq olur da, keçə bilmir. Ha. Gür gəlir. Buradan aşağıdan baxdığında bataqlıq keçə bilirlər. Bütün o yerləri keçirdir. Yuyub aparıb da. Yuyub aparıb. Tərəfdə 3 ailə qalır dedi qardaş. Amma burada güclü sel gələndə keçə bilmirlər kəndin digər tərəfinə. Əlaqə kəsilir. Yaşayış faizi cəmaat buranın evi tərk edib gedirlər. Təhlükə var, sürüşüyor yerlər. Sürüşmə. 4 metr dərinliyi var. Bu 5 dəfə bura sel gəlir. Yuyub gətirir hamısını yuxarıdan aşağı. O Yuyub, dağı töküb gətirib dağı. yuyub gətirir bura. Doldurubdur buranı. Təsəvvür nə qədər güclü sel olur. Bunun hamısını sel dağıdıb. Və təzə gətirib. Abın abisi bir 15 günün gətirir. 15 gün İndi kələm əkiblər, lobya da burada. Hər şey. Hər şey var. Bu suyla sulayırsınız da bununla? Çay suyla. Çay suyla. Bir şey çıxır yoxsa? Herhalde onlar bir inşallah. İnşallah. Allah güc qüdrət versin Allah. Yorulmasınız. Armudların üstündə var mı yetişənlər yoxsa? Hansı ağac? Armud ağacı var mı burada yoxsa? Burada mı? Hə. Burada yox da, burada armut ağacı olmur. Burada ancaq qozlu fındıq düzənir. Bir də qarğıdağıcaq. Gəldən yeni. Sən də olmasın. Zaqatalada qurbanmasın. Abi sən quladır, qaladır. Mesela yanımda Cımcımaq Sənginin kəndinin sakini Çingiz bəy var. Tamam Çingiz bəy. Çox sağ olun, aşağısı. Bu kənd haqqında məlumat istəyirəm yəni. Qədim tarix haqqında, bir də ki, burada qədim abidə varmı? Cümcümaq kəndi Zaqataladan ən uclar dağ kəndlərindən biridir. Hə? Kənd təxminən 30 kilometr kənarda yerləşir. Özündə görsən də. Kəndi ətrafı dağlarla əhatə olunmuşdur. Gözəl təbiəti vardır, təmiz suları vardır. Kəndin tarixi ilə bağlı tam dəqiq belə yazılı məlumatlar olmasa da, mənim bildiyim qədər məlumat ondan ibarətdir ki, kəndə ilk gələnlər Dağıstandan gəlinə dair rivayətlər vardır. Qadruq deyə bir kənd var, bildiyim qədər. Oradan gələnlərin bura məskunlaşması ilə kənd qurulmuşdur. Bu kənddən bağlı başqa bildiyim qədər yaşlılardan odur ki, kənd bir neçə dəfə yandırılması ilə bağlı rivayətlər var və yaxud da ki, kəndin bir neçə sel basması, suyun altına qalması və yenidən qurulması belə məlumat var, amma tam dəqiq məlumatlar bilməsəm də bunlar deyə bilərəm. Başqa kənddə elə bir tam necə deyim, tam belə buran şey dərsən də. Montaj ediyorlar sosuna. Kəndimizdə ən tarixi abidə məsciddir. Məscidin üzərində kitablara baxdığımızda biz məscidin tikilmə tarixini bilməsək də bərpa tarixi qeyd olunmuşdur. Bu da 1259-cu ildə Hicri Novruz Nəbioğlu tərəfindən bərpa olunmuşdur yazılmışdır. Bunda miladi tarix çevrimində təxminən 1843-cü illə əhatə etməkdədir. Başqa belə bir tam başqa bir tarix adı yoxdur yəni ki, bir məsciddir. Yəni ən qədim bildiyimiz odur. O da ondakı tikilməsini bilməsək də təmirinə bağlı məlumatdır. Burada cəmaət əsaslarıyla məşğuldur. Bax, kənd cəmaatı təsərrüfat sahələri əsas arıçılıqdır, maldarlıqdır, qoyunçuluqdur. Bir də kənd cəmaatı özü üçün təsərrüfatdır, əkinçilikdir. Bu işlərlə məşğul. Əsas arıçılıq, qoyunçuluq, maldarlıq.
İndi şeylər olmasa da, sürülər burada olmasa da, görülən bu dağlarda elə bir ki, yayda gedir, yaylaq üçün, qışda, sonra payızda həyətlərə qayıdacaq malda. Cəmaət yəni dolanışıq belə deyək, əsas kənd təsərrüfatı və sulardır. Sən gördün ki, Çox soyuq orada bura qışda. qışda da soyuq olur, amma son illər mən deyərdim ki, bir qış ayları çox da sərt keçmir, amma olur, qar olur. Cəmaət vərişdir, yəni öyrəşmişdir bu təbiətdə yaşadığımız üçün illərdir. Burada gəlmək üçün 3 saat yoldur. Təxminən çay yatağından gəldik. Üzey yol asfalt olmaz üçün əsas çay yatağı ilə ölçəndə gələni görürsən, böyük maşınlardır, Ural maşınlarıdır, nə bilim, belə maşınlar. Onlar- Amma yol normal olanda Nivalar, Uazları falan işləyir. İşləyir. Çox gözəl təbiəti var. Cök ağacları, şabalda ağacları, meşələr, sıra ağacları Burada var. ağacları var, burada təbiətdə şaballı ağacları var, Və bura gökə ağacları əsasən arıçılıq üçün gökə ağacları var. O sair. Gördüyün kimi yaşıllıq tərəf. gözəl təbiəti var, insanlar da gözəldir. Bəli, insanlar da mehribandır. Mehribandır, yəni Bəli, qonaqpərvərdir insanlar da. Zaten bu kənddə yaşayanlar bir-birinə qohumdular, yaxındılar. Yəni burada Hamı bir-birinə qız verib qız alıb. bəli, kənd cəmaəti ilə mehribanmış, şükür Allah. Birlikdə mehriban yaşamaya çalışırıq. Yəni ki, kim istəsə Zaqatalaya gəlib, qonaq gələ bilər bu kəndə. Yəni çalışıram ki, kəndin gözəlliklərini çəkən göstərəm dostlar. Allah razı olsun. Çox Çox sağ sağ olun. olun. Razı olduq. Allah Sağ olun. O dostlar, zəhmətkeş kənd cəmaətidir. Sağ olun, sağ olun. Yorulmayasınız. Sizə bir də məktəb göstərəcəm. Bu məktəb Zaqatalada və Azərbaycanda yeganə məktəbdir ki, bura ayaqqabıları çöldə soyunub girirlər içəri. Zaqatalada və Bakı, Azərbaycanda yeganə məktəb. Dostlar, bu Cımcımaq kəndində olan məsciddir. Cimcimaq kənd məscidinin tikilmə tarixi naməlumdur. Məscidin ana divarında daş kitabədə bu məlumat mövcuddur. Bu məscid hicri tarixi ilə 1259-cu ildə Novruz Nəbioğlu tərəfindən yenidən bərpa edilmişdir. Məscidin ən son 2019-cu ildə Cimcimaq kənd sakinlərinin maddi dəstəyi ilə əsaslı təmir edilmişdir. Ət qirsi, bu da Zaqatala yeməyidir də, bu avar. Ət qirsi. Sen motor pendiri de çıkarttın mı? Tadına bakın. İyi misiniz mi? Motor mu? Pendir mi? Ha. O çıkarttı. Biz adı nedir? Tam kimi balaca bir şey böyle bir ki təmirli içində ətli Zaqatala var. Sumatlı. Çek kabağını. Zaten yok. Şimdi isti getirdim. Və dostlar, Zaqatala mətbəxinə aid eys yeməyidir. O pendirdə. Bu dağlardan hazırlanır. Bunu istəsələr Burada satışda var. eləmək olar da. Var. Hansı nömrəyə de, misal üçün? Nömrə Ben özümün WhatsApp numarımda 448 31 44. 31 44. Bu bayaq göstərdik dağlar. O dağlara gedir, heyvanlar orada otururlar. Qulaq suyu ilə içirlər. Ben tadına da bakarsınız özümüz. Necə deyib? Nömrə neçə idi Rəqsat? Numarayla 448 31 44. Ora yazaraq əldə edə bilərsiniz bu pendirdən. Tada bilərsiniz. Tam böyle sen diyen gibi yetişmirdi ama Bu yağlıdır qəşəng. bəli. Arxana doldu da arxanda saxlayın. Benim için temiz bal listesine. Hə? Temiz bal listesine. Təmiz bal da istəsələr Bunu bu nömrəyə yaza bilərsiniz. Yəni bura gəlsəz Kamran qardaş sizi qarşılayacaqdır burada. Kamran qardaşın evində qala bilərsiniz və bu gözəl yeməklərdən də tadına baxa bilərsiniz. Sifariş də verə bilərsiniz. Bunu yemək üçün ancaq gəlmək lazımdır. Cimcumaq kəndi. Cımcımaq kəndinə. Bəli. Özdəki şey motor pendirini. her şey tabii. Az xeyir dostlar. İndi qaldığımız ev Carkən Cımcımaq kəndində gecələdik dostlar. Kamran qardaşın evində.
Hal-hazırda saat 6:30-dur. 7:30-da avtobus Zaqatala şəhərinin doğru mərkəzinə doğru gedəcəkdir. Biraz çay içəcəyik indi. Yenidən avtobusa mindik. Zaqatala şəhərinə doğru yol alacağıq. Aldığımız evdə belə bir kişinin kənd evidir. Meşənin ətəyin içindədir. Gedirik. Bu kəndin dayanacağıdır. Buradan avtobusdan yola gedəcəyik. Zaqatala mərkəzinə yol gedəcəyik. Sağ olun, sağ olun. Bu Cımcımaq kəndi gördüğünüz kimi dağların tam ortasında yerləşir. Burada da dostlar, indi digər kəndi getdi, insanları düşürtməyə, avtobus. Mən də düşdüm, biraz dincəlim. İndi avtobus insanları düşürdü, yenə gələcək bura, biz minəcəyik, yenə gedəcəyik Zaqatalanın mərkəz hissəsinə. Dostlar, mütləq videonu bəyənin, şərhlərdə öz fikrinizi bildirin, kanala abunə olun. Yaxşı bəyəni versə, like versə, daha fərqli gələcəm bura. Yenə buradan vlog hazırlayacağım, fərqli üslubda. Ay bırak, yine sürüyoruz. Hadi bir şeyler satın. Pamuklar, ne bileyim, hediyelik şeyler. Sağ olun, sağ olun. Sağ olun. Evet dostlar, Cımcımaqdan gəldik, Zaqatalada avtovazıla gəldik. Şimdi buradan biz Qaxa gedəcəyik. Ve dostlar, bir tek videomu beğenin, şərhlərdə fikrinizi bildirin və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik. İndi isə gedirik Qaxa. Növbəti video Qax videosu olacaq.